ETF nədir və nəyə lazımdır? Hər bir investor öz kapitalını diversifikasiya etmək istəyir. Lakin bəzən bunu etmək çoxlu vaxt və enerji tələb edir. Bunun tez yolu var. Siz sadəcə ETF və ya Exchange Traded Fund'ın səhmlərini ala bilərsiniz. Bu fondlar hər hansı bir indeks üzərində və ya öz strategiyalarına əsasən öz portfellərini yaradırlar və mütəmadi olaraq onu yeniləyirlər. Bunlar S&P 500 və Nasdaq üzərində qurulan ETF-lər ola bilər. Misal üçün VEO və QQQ. Və hansısa spesifik əmdə üzrə, misal üçün qızıl üzrə iShares Physical Gold. Həmçinin ETF-lər hansısa sənaye üzrə ola bilərlər. Məsələn, neft və qaz üçün USO. Bu fondların ən böyük üstünlüyü aşağı komissiyalardır. Mən bütün yeni başlayan investorlara məhz bu fondlara investisiya etməyi məsləhət görürəm. Burada həm seçim böyükdür, həm də risk kifayət qədər aşağıdır. Lakin investisiyanın qızıl qanunu unutmayaq. Aşağı risk, aşağı gəlir deməkdir. ETF-lər barəsində ətraflı videoya bizim YouTube kanalımızda baxa bilərsiniz. İnvestisiyaya aid hər hansı bir əlavə sualınız olsa, siz onu Telegramda olan investorlar klubunda verə bilərsiniz. Hamınıza uğurlu investisiyalar.